Gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı Pirallaha adası ilə Dübənd arasındakı akvatoriyada neft ləkəsi aşkar edilib. Araşdırmalar zamanı sahil boyu ərazinin çirklənməsinə Az Neft İstehsalat Birliyinə məxsus sualtı boru kəmərinin zədələnməsinin səbəb olduğu müəyyən edilib. Hazırda ərazidə araşdırmalar aparılır. Bu gəmi lövbəri ola bilər. Hal-hazırda operativ qərargah araşdırma aparır. Araşdırma nəticəsinə uyğun olaraq dəqiq bilinəcəkdir ki, bunun səbəbi nədir. Sualtı boru kəməri ilə hal-hazırda neftin nəqli dayandırılmışdır və akvatoriya üzrə təmizlik işləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarla birlikdə həyata keçirilir. Əsasən neftin tutulmasıdır. Sahilyanın zonada bu cür biç pontlar qurulmuşdur və skimmer nasoslar vasitəsilə suyun üzərində toplanan neftin tutulması həyata keçirilir. Sahildən toplanılan neft xüsusi hovuzlara yığılır, daha sonra isə yenidən emala göndəriləcək. Sualtı boru kəmərinin zədələnən hissəsi artıq aşkar edilib. Hava şəraiti düzəldikdən sonra isə təmir bərpa işlərinə başlanılacaq. Ayşən Cümşudova, Bağır Kərimov, ASTV Xəbər.